Salam və kanalımıza xoş gəlmisiniz. Kanalda yayımlanan xəbərləri qaçırmamaq üçün abunə olmağı, videonu bəyənib paylaşmağı unutmayın. Azərbaycanda bank sektoru ilə bağlı diqqət çəkən bir qərar verilib. Mərkəzi Bankın qəbul etdiyi qərara əsasən, Bank BTB-nin fəaliyyət modelində dəyişiklik edilməsi planlaşdırılır. Bankın bank olmayan kredit təşkilatı formasında fəaliyyətini davam etdirməsi üçün ilkin razılıq verildiyi bildirilir. Məlumata görə, bu proses qanunvericiliyin tələblərinə uyğun şəkildə və Mərkəzi Bankın nəzarəti altında mərhələli şəkildə həyata keçiriləcək. Yenidən təşkil prosesi çərçivəsində Bank BTB ilə Azərbaycanın ən böyük maliyyə qurumlarından biri olan Azərbaycan Beynəlxalq Bankı arasında xüsusi razılaşma əldə olunub. Razılaşmaya əsasən, Bank BTB-də depoziti olan müştərilər üçün müəyyən seçim imkanları yaradılacaq. Müştərilər razılıq verdikləri halda, onların əmanətləri mövcud şərtlər dəyişdirilmədən Azərbaycan Beynəlxalq Bankında xidmətini davam etdirə bilər. Eyni zamanda istəyən müştərilər depozitlərini geri götürə biləcəklər. Bundan əlavə, bank BTB-yə kredit borcu və ya digər maliyyə öhdəliyi olan müştərilərlə bağlı tələb hüquqları da Azərbaycan Beynəlxalq Bankına ötürüləcək. Bu halda kredit ödənişlərinin qəbulu artıq həmin bank vasitəsilə həyata keçiriləcək. Bu arada bir daha xatırladaq. Kanala abunə olub videonu bəyənməyi unutmayın ki, ən son xəbərlər sizə daha tez çatsın. Rəsmi məlumatlarda qeyd olunur ki, bankın yenidən təşkil olunması mövcud müştərilər və əmanətçilər üçün hər hansı təhlükə yaratmır. Bankın ümumi bank sektorundakı payı da nisbətən kiçik hesab olunur. Məsələ ilə bağlı əlavə məlumatların isə müştərilərə rəsmi kanallar vasitəsilə təqdim ediləcəyi bildirilir. Xəbərin hazırlanmasında BCC News mənbələrindən istifadə olunub. İzlədiyiniz üçün təşəkkür edirik. Kanalımıza abunə olmağı unutmayın.